Salam, hər vaxtınız xeyir olsun. Bugün 9-cu bölmə ABC Akademi sınaq 1-in izahına baxırıq. Birinci sualda cədvələ əsasən x-in maksimum qiymətini tapın. Həşəratlarda bilirik ki, 5-11 ədəd qarıncıq buğumcu olur. Bizə də maksimum qiymətini tapın dediyinə görə nəfəsgahları hesablayan zaman döş buğumunun üzərinə qarın buğumunu gəlirik. Birinci döş buğumunda və sonuncu qarıncıq buğumunda nəfəsgah olmamaq şərti ilə qalan bütün buğumlarda 2-2 nəfəsgahlar yerləşmiş olur. Əgər 11 dənə buğum qarıncıqda yerləşirsə, 3 dənə də buğum yerləşəcək döşdə. Və döşdən birinci buğumu çıxsaq, 2 dənə döşdə, 11 dənə qarıncıq buğumundan isə son buğumu çıxmaq şərti ilə cəmisi 12 dənə buğumda hərəsində 2-2 olmaqla 24 dənə yerləşir nəfəsgah. Cavab A variantıdır. İkinci, həşəratın qarıncıq buğumlarının sayını N, döş buğumlarının sayını isə M olarsa. Götürdük qarıncığı N, döşü isə M götürdük. Stigmaların cəmi hansı ifadə ilə müəyyən oluna bilər? Və biz bilirik ki, əgər tam olaraq, yəni birinci döş buğumunu çıxmasaq, sonuncu qarıncıq buğumu çıxmayıb vursaq 2-yə, biz sonra onların tərkibindən 4 dənə stigmanı çıxmalıyıq. Çünki 2 dənə buğumda 2-2 olmaqla 4 dənə stigma əksik olmalıdır. Çünki birinci və sonuncu qarıncıq buğumunda, birinci döş, sonuncu qarıncıq buğumlarında nəfəsgahlar olmur. Ona görə də cavabımız A olacaq. 3 şəkilə əsasən X, Y, Z, K ilə hansı ayaq tipləri verilmişdir? X gördüyümüz kimi çəyirtkənin tullandırıcı ayağıdır. Məsəl üçün, milçəyin Y-də yerimə yürüyücü ayağıdır. Z-də su böcəyinin üzücü ətrafıdır. K-da isə dana dişinin qazıcı ətrafı göstərilmişdir. Hansı canlının ətrafı çanaq, burma, bud, baldır, pəncədən ibarətdir? Təbii ki, söhbət həşəratlardan gedir. Və burada da boz çəyirtkə olacaq, D variantı. Kəpənək, milçək, birə kimi həşəratların inkişafında sürfə mərhələsindən sonra bunlar tam çevrilmə ilə çoxaldığına görə, inkişaf etdiyinə görə pup mərhələsi başlayır. Çünki yumurta, sürfə, pup yetkin fərq mərhələlərindən ibarətdir, tam çevrilmə. Şəkildəki xərçəng haqqında hansı fikir doğrudur? Qanı toxuma mayası ilə qarışmır fikri yanlışdır. Çünki onların qan-damar sistemi açıqdır. İfrazat sistemi orqanı qarıncığın sonunda yerləşir. Xeyr, bığcıqlarının dibinə açılmış olur və baş tərəfində yerləşir. Ürəyi 2 kameralıdır. Xeyr, kisə şəkillidir ürəyi. Tənəffüs orqanı traxeya deyil, qəlsəmələrdən ibarətdir. Ürəyində arterial qan olur. Yəni venoz qan olmur fikri doğrudur. İnsanın sakit halda ağciyər alveollarından kapillərlərə keçən oksigenin miqdarı. N-imiz 25 ml-dir normalda. Xaric edilən havanın tərkibində olan karbon qazının miqdarı isə normalda 20 ml-dir. Yəni N25-dən 5 çıxmaqla biz karbon qazının miqdarını tapa bilirik. Cavab C variantıdır. 8-ci sualda şəkildə verilən hər iki canlıya aid olan mülahizəni müəyyən edin. Hər iki canlı hörümçək və böcəkdir. Qanı oksigen daşınmasında iştirak edir. Bu yalnız hörümçəyə aiddir. Zəhər vəzsi yoxdur. Bu may böcəyinə aiddir. İnkişafı dolayı yolla gedir. Dolayı yolla bilirik ki, bu həşərata aiddir. Çünki hörümçək düzünə yolla inkişaf edir, sürfə mərhələsi olmur. Bir cüt bığcığı olur, bu həşərata aiddir. Hər ikisinə aid olan xülasə Y variantı ürəyi qarıncıqda yerləşir. Hansı canlıların qanı atmosferdən aldığı oksigenin daşınmasında iştirak edir? Çay xərçəngi sudan aldığı oksigen daşınır. May böcəyində qan ümumiyyətlə oksigen daşımır. Hörümçəkdə ağciyər traxeya vasitəsilə atmosferdən alır. Göl ibizi ağciyər vasitəsilə 1 saatda 7-9 dəfə suyun üzərinə çıxmaqla atmosferdən alır. Cavab A variantıdır. Hərəkət orqanlarının sayı digərlərindən fərqlənir. Bura baxırıq ki, kələm kəpənəyi pulcuq qanadlılar dəstəsinə aiddir. 4 dənə qanadı, 6 dənə ətrafı var. Güvə pulcuq qanadlılar dəstəsinə aiddir. 4 dənə qanadı, 6 dənə ətrafı var. Çərtkə düz qanadlar dəstəsinə aiddir. 4 dənə qanad, 6 ətrafı var.
May böcəyi sərtqanadlılar dəstəsinə aiddir. 4 dənə qanadı var, 6 dənə ətrafı var. Yəni saydıqlarımızın hər birində 10 dənə hərəkət orqanı var. Amma ağcaqanad ikiqanadlılar dəstəsinə aiddir. Onların 2 qanadı, 6 dənə ətrafı, cəmisi 8 dənə hərəkət orqanına malikdir. Cavab Y variantıdır. 11-ci sualda verilən həşəratlardan hansı ontogenezi zamanı ağız aparatı tipini dəyişir? Burada cavabımız kəpənəklərdən güvə olacaq. Çünki güvənin sürfə mərhələsində olacaq gəmirici ağız tipi, amma yetkin fərdlərində sorucu ağız tipinə malik olacaq. Bir fərdində olan traxeya sayı əqrəblərdə 8 dənədir, 4 cütdür. Hörümçəklərdə 1 cüt 2 dənədir. X üstəgəl Y-in cəmi isə 12-də 10-a bərabərdir. C variantı. 13. X, Y, Z ifadəsinin qiymətini tapın. Baxırıq, çay xərçənginin mürəkkəb gözlərinin sayı 2-dir. Bığcıqlarının sayı 4-dür. Çənə ayaqlarının sayı isə 3 cüt olmaqla 6 ədəddir. Yəni 6 üstəgəl 4 üstəgəl 2 12-yə bərabər olacaq. Cavabımız B variantıdır. May böcəyinin qarıncağı 8 boğumdan ibarətdir. Bu böcəyin ətraflarının sayının nəfəsgahların sayına olan nisbəti neçə olar? Ətraflarının sayının 6 dənə olduğunu bilirik. Qarıncığında 8 boğum varsa, deməli, qarıncığından 7 boğum, döşündə də 3 boğum varsa, birini çıxarıq 2 boğum, 2-nin üstə 7, 9, 9 dənə ümumi boğumu vurarıq 2-yə, 18 dənə nəfəsgah. 18 nəfəsgahın 6 dənə ətrafa nisbəti 3-ün, baxaq görək nəyin nəyə nisbəti deyir bizə? Ətrafların sayının nəfəsgahlara nisbəti deyir deyə 6-nın 18-ə nisbəti, 1-in 3-ə nisbəti, yəni 14-də B variantıdır. Verilənlərdən hansı ibtidai xərçənglərə aiddir? Burada artemiyalar, sikloplar, dafniyalar, yəni olan cavabı götürəcəyik. Qalanlar isə Məryəm qurdu rütubətli yerlərdə yaşayır, ali xərçəngdir, krevetka ali xərçəngdir, yengəc də dəniz qozasıdır. Verilən canlıların hansı inkişaf mərhələlərinin müxtəlifliyi daha çoxdur? Baxıram ki, inkişaf müxtəlifliyi daha çoxdur dediyi sərtqanadlıların nümayəndəsi olan həşərat olacaq böcək. Çünki onun yumurtası, sürfəsi, pupu yetkin fərd mərhələlərindən təşkil olunmuşdur. 17. Şəkildəki canlıları birləşdirən ən kiçik sistematik kateqoriya hansıdır? Baxırıq ki, burada hörümçək, burada isə həşərat göstərilmişdir. Hər ikisinin də hörümçək kimlər və hörümçək kimlər sinfi, həşərat kimlər həşəratlar sinifinə aiddir və bunlar boğmayaqlılar tipinə daxil edilir. Verilmiş fikirlərdən hansı doğrudur? Hörümçəklərin bədəni xitillə örtülmüşdür fikri doğrudur. Əqrəblər diri bala doğandır. Doğrudur. Ensefalit xəstəliyini gənələr yox, viruslar törədir. Yanlışdır. Cücələrin inkişafı dolayı yolla gedir fikri doğrudur. Cücələrin əksəriyyətində 3 cüt ətraf olur fikri də doğrudur. Yəni 1, 2, 4, 5, 18 Y variantıdır. Hansı canlı və ya canlıların həzm sisteminin son məhsulları ilə ifrazat sisteminin son məhsulları bir-biri ilə qarışır? Biz burada axtarmalıyıq kloakası olanı və malpigisi olanları. Çay xərçəngini bilirsiniz ki, ifrazat dəliyi bığcıqların dibindən xaricə açılmış olur. Buradan malpigi borusu olan xaçlı hörümçək, malpigi borusu olan may böcəyini götürərik və 19-da cavabımız D olar. Şəkildə verilən canlıların hər üçünə aid edilə bilər. Bilirik ki, ürəyində arterial qan olanlar mollyusklar tipidir, boğmayaqlılar tipidir, həşəratlar çıxmaq şərti ilə. Deməli, ürəkdə arterial qanın olması ancaq burada kəpənəyə aid deyil. Ona görə üçünə də aid deyil. Düzünə inkişafın olması, düzünə inkişaf yenə də kəpənəyə aid deyil, çünki sürfə mərhələsi var. Traxeya tənəffüsünün olması, baxırıq ki, traxeya tənəffüsü əqrəbdə var, kəpənəkdə var, amma belə deyək, xərçənglərdə yoxdur.
Buna görə də bunu da götürməliyik. Malpighi boruları əqrəbdə var, həşəratda var. Xərçəngdə isə yaşıl vəzlərdən ibarət olduğuna görə D variantı uyğun deyil. Amma hər birinə məxsusdur. Bilirik ki, xarici skeletin olması Y variantı. Xaçlı örümçəyin tor zilciklərinin sayını M. Bilirik ki, xaçlı örümçəkdə 6 dənə 3 cüt olmaqla tor zilciyinə rast gəlinir. Yəni M-imiz 6-dır. Pedipalpların sayının 2 olduğunu bilirik. Pedipalp nə üçündür? Pedipalp qidanın araşdırılmasında iştirak etmiş olur. Onda onun xeliserlərinin sayının 2 olduğunu bilirik. Yaxşı, nə edək ki, biz M-lə A-dan M-imiz 6-dır, A-mız 2-dir və 2 rəqəmini tapaq. Deməli, B variantı götürərik nəyə görə? 6-nın üstünə 2 gələndə 8, 8-i 4-ə böldükdə 2 cavabı alındığına görə 21-də B variantıdır. Xaçlı örümçək və boz çəyirtkəni birləşdirir. Xaçlı örümçək hörümçək kimlər sinifi, boz çəyirtkə həşəratlar sinifi bilirik ki, boğumayaqlar tipində birləşir. İnkişafı qeyri-tam çevrilmə ilə gedən cücüləri seçin. Tarakanlar, taxtabitilər, çəyirtkələr. Qalan böcək, arı, kəpənək isə tam çevrilmələ gedir. Yəni 1, 3, 6 cavabımız 23-də A variantıdır. Heyvanların hansı dəstələrinin əhliləşdirilmiş nümayəndələri var? Bilirsiniz ki, pulcuq qanadlılardan ipək qurdu və zərqanadlılardan isə bal arısına 24-də B-ni göstərərik. Verilənlərə əsasən may böcəyində X plus Y cəmini hesablayın. İkinci döş boğumu, bu boğuma birləşən ayaqlardakı boğumların cəmi. İkinci döş boğumuna 2 dənə ayaq birləşirmi? Hərəsi çanaq, burma, bud, baldır, pəncə olmaqla 10 dənə boğum edəcək. Bu boğuma birləşən qanadların cəmi isə təbii ki 2 dənə edər. Onun üstünə də işi gəldikdə cavabımız Y variantı 12 edər. Aha, həşəratlarda olan qarıncıq boğumlarının sayını N göstərmişik. Ümumi stigmalarının sayını isə X göstərərik. Əgər qarıncıq boğumlarının sayını N göstəribsə, baxaq necə edirik. Qarıncıq boğumlarının sayı N-dirsə, üstünə də qarıncıq boğumlarının sayı 3 gələrəm. Çünki N üstə gəl 3 ümumi döş boğumu və qarıncıq boğumunun cəmidir. Amma bilirik ki, qarıncıqdan biri əskik olmalıdır. Və belə deyək də, qarıncıqdan bir boğumda nəfəsgah olmur. Döşdən də birinci boğumda nəfəsgah olmur. Yəni, burada 2 boğum, 4 nəfəsgah artıq olacaq. Yəni, N üstə gəl 3 qədər boğumu biz 2-yə vurarıq. Buradan da 4 dənə nəfəsgahı çıxarıq. Alarıq 2N üstə gəl 6, çıxılsın 4. O da olar 2N üstə gəl 2. Yəni, cavabımız D variantı olar. 27. Bura diqqət yetirək. Aşağıdakı cədvəldə boğumayaqlılar tipinin 3 müxtəlif sinifinin qan-damar sisteminin xüsusiyyətləri verilmişdir. Siniflər haqqında verilmiş mülahizələrdən hansı yanlışdır? Üçün də boğumayaqlılar tipinə aid olduğunu bildik. Yadınızda saxlayın ki, boru şəkilli ürək bir aiddir hörümçəklərə, bir aiddir həşəratlara. Bəs həşəratla hörümçəyi biz necə ayıracağıq? Həşəratların qanı nə arterial, nə venoz olmur, çünki qazlar mübadiləsində iştirak etmir. Ona görə də boru şəkilli ürək olan X-la Z-ə, X-a yazarıq həşərat, Z-ə yazarıq, deməli, nə yazdıq? Hörümçək. Aha, Y isə arterial qanda var, venoz qanda var, amma ürəyi boru şəkilli deyil, çünki onlar da kisə şəkillidir. Və arteriya damarı da var. Ortaya yazdıq, xərçəng. X-in, yəni həşəratların nümayəndələrində mayalanma daxilidir. Fikri doğrudur. Y, yəni xərçəngin nümayəndələrində gözlər mürəkkəb fasetlidir. Doğrudur. Z-in nümayəndələrində, yəni hörümçəklərdə ifrazat sistemi Malpighi boruları və koksal vəzlərdir. Doğrudur. Y, yəni xərçəng və hörümçək nümayəndələrində baş və döş isə bitişikdir. Yəni ki, uşaqlar, baş, döş defsinə yazılır. Doğrudur. X-in nümayəndələri həşəratlarda ifrazat orqanı yaşılı vəzləri yox, Malpighi boruları və pi
və pi vəzlərindən ibarət olmalıydı. Ona görə 27-də cavabımız Y variantıdır. Aşağıdakı canlılardan biri əqrəb, digəri isə arıdır. Bunlar üçün ortaq olanı istəyir. Qanı oksigen daşınması bu arıya aid deyil. Tam çevrilmə əqrəbə aid deyil. 8 ədəd hərəkət orqanının olması arıya aid deyil. Eyni tipə aid olma hər ikisi də boğum ayaqlılar tipinə aiddir. Mədən nümayəndəsi əqrəbdə yoxdur. Ona görə də yalnız 4 Y variantı. Verilən həşəratlardan hansının yetkin fərdinin ağız tipi sürfəsinin ağız tipindən fərqlənir? Kəpənəklərdə biz bilirik ki, tırtıl mərhələsində, sürfə mərhələsində gəmirici, yetkin fərd mərhələsində sorucu olur. Qozaqurdu da bilirik ki, kəpənəklərə aid bir nümayəndədir. Ona görə də 29-da B variantıdır. Səhv fikri müəyyən edin. Hörümçək-kimlər sinfinin nümayəndələrində zəhər vəssi olmaya bilər. Zəhər vəssi olmaya bilər fikri doğrudur. Olmaya bilər. Məsəl üçün, göstərək nəyi? Bövlərdə məsəl üçün olmaya bilər. Mürəkkəb gözlər olur. Mürəkkəb gözlər olmur heç birində. Tor vəzləri olmaya bilər. Bəli, olmaya bilər. Məsələn, gənələrdə olmaz. Bığcıqlar olmur. Hörümçəklərdə olmur. Xortum ola bilər. Gənələrdə ola bilər. Deməli, 30-da B variantı. May böcəyin qolcuqları hansı strukturlara birləşir? Yadınızda saxlayın ki, bir cüt alt çənəyə birləşir, tək alt dodağa birləşir. Yəni 3-4 cavab C variantıdır. Canlı həşərat nəfəsgahların sayı 20 və bizdən qarıncıq boğumlarının sayı istənilir. Nəfəsgahlarının sayı əgər 20-dirsə, bunu bölərəm 2-yə. Taparam 10 dənə boğum. 10 dənə boğumun içərisində bilirik ki, birinci boğum nəzərə alınmayıbdır, son 2 boğum nəzərə alınıbdır və yerdə qalan boğumlar isə qarıncıq boğumlarına aiddir. Qarıncıq boğumlarına aiddir və qarıncıq boğumlarında son boğumu nəzərə alınmamışdır, çünki nəfəsgah orada yox idi. Ona görə 9 edər. B variantı. Həşəratın qarıncıq boğumlarının sayı döş boğumlarının sayından 3 dəfə çoxdur. Yəni, qarıncıq boğumlarının sayı, döş boğumlarının sayı 3 olanda qarıncıqları 9-dur. Bu həşəratda olan nəfəsgahların sayı. Deməli, 9 dənə qarıncığı varsa 8 dənəsindən nəfəsgah var. 3 dənə döş boğumundan isə 2 dənəsindən nəfəsgah var. 10 dənə boğumda 2-2 olmaqla 20 dənə nəfəsgaha rast gəlinir. Cədvələ əsasən x plus y ifadəsinin qiymətini tapın. Gəmirici ağız aparatına malik həşəratın qolcuqlarının birləşdiyi strukturların sayı. Struktur 2 dənə alt çənə, 1 dənə alt dodaq olmaqla 3 dənə struktur olacaq. Qolcuqların birləşdiyi strukturların çənə və dodaq olaraq 2 növü oldu. Cəmisi 5 dənə olacaq. Yəni A variantı. İnkişafı tam çevirmə ilə gedən cücüləri seçin. Tarakan qeyri-tamdır. Taxtabiti qeyri-tamdır. Çərtkə qeyri-tamdır. Bizdən də tam istədiyinə görə 35-də 2, 4 və 5, yəni D variantıdır. Heyvanların hansı dəstələrinin əhliləşdirilmiş nümayəndələri yoxdur? Olacaq zar qanadlılardan bal arıları, pulcuq qanadlılardan ipək qurdu. Zar qanadlılar getdi, pulcuq qanadlılar getdi. Düz qanadlılar və iki qanadlılar da yoxdur. Sporlular tərəfindən törədilən xəstəlikdir. Toksoplazmoz sporlular tərəfindən törədilir. Aşağıdakı canlının aid olduğu sinifin nümayəndələrində olmur. Yəni həşəratlar sinifində olmur. Sadə göz olur arıda. Böyrəklər olmur. Sinir düyünləri olur. Zəhər vəzisi məsəl üçün arıda olar. Düzünə inkişaf hamısında sürfə olduğuna görə olmaz. Malpighi boruları olar. Yəni buradan uyğun gələcək A variantı 2-4. Çənə ayaqlarının sayı 3 cüt 6 dənədir. Alt çənələrinin sayı 1 cüt üst, 2 cüt alt, yəni 4 dənədir. Mürəkkəb gözlərinin sayı 2 dənədir, yəni A variantı 12 dənə. Doğru fikri tamamlayın. Qidanın bədənə sorulması həzm vəzində baş verən canlı xərçəng. Xərçəng düzünə yolundan inkişaf etmiş olur. Hörümçək kimlər sinifinə yox, xərçəng kimlər sinifinə aiddir.
qarıncıqda yerləşən ürəyə malikdir? Xeyr. Qarıncıqda yerləşən ürəyə malik olanlar hörümçək həşəratdırlar. Xərçəngdə baş döş hissəsində yerləşir. Neşterə malikdir? Əqrəbdə, arıda ola bilər. 5 cüt baş döş hissəsində yerləşən yerimi ayağına malikdir fikri doğrudur.